Vaxtınız xeyir olsun. Yenə bir sual gəlib. Optikalarda eynək yoxlanılmağı nə qədər güvənlidir? Çünki optikalarımızda, Azərbaycanda optikalarda hal-hazırda bəli elə bir xidmət göstərilir. Göz müayinəsi aparılır, göz ölçüləri təyin olunur. Əlbəttə ki, yəni bu mənim fikrimdə bir həkim kimi, bir də sıra bir vətəndaş kimi və ya işin içərisində olan bir insan kimi əsla tərəfdarı deyiləm optikalarda göz müayinəsinin. Bunu insanlar fərqli don geyindirə bilər, amma nə olur olsun optikalarda istənilən səviyyədə bir texniki təchizatları yoxdur. Bir göz dərəcəsinin təyini üçün mütləq bəbək böyüdülməlidir. Amma çox təəssüf ki, optikalarda bəbək böyüdülə bilmir. Ona görə də böyüməmiş bəbəkdən də doğru informasiya əldə etmək mümkün deyil. Çünki insanların böyük əksəriyyətində akkomodasiya əzələləri spazm əmələ gətirib yanlış rəqəmlər ortaya çıxarda bilir. Ona görə qətiyyən optikalarda eynək təyininin tərəfdarı deyiləm. Elətdirənlər var, onlara bir şey deyə bilmirik, amma məndən soruşsanız bir həkim kimi əsla, çünki çox problem yaşayan insanlar da görürəm. Eynək alırlar, amma zamanla bu eynəklə bağlı problemlər yaşayırlar. Ona görə tövsiyə olunmaz. Hələ uşaqlar üçün əsla, yəni optikalarda eynək təyini heç də olmaz.